Hal-hazırda Humboldt Forum deyilən muzey var. İdarə paketinin bir yer var. Oradayım. Cəmaət bura adətən muzeyə gəlir. Mən bunların idarəsinə gəlmişəm. Burada ekspertlər var, tədqiqatçılar var. Onlarla danışmağa bəzi məsələləri alansın. Danışıram, niyə gəlmişdim bura. Xoşum gəldi belə bir şeydir, belə ziyarətlərdən. Aha, kanipə. Can't change the pitch. Why is that? So I have a colleague who plays. Vaxt gəldi çatdı dedim. Qoy deyim sizə. Bəs gözəl musiqi aləti olan dediyim tütəyi mən Humboldt Foruma hədiyyə verdim. Yəqin ki, qəbul eləyərlər. Onlar çox sevindilər. Buradan indicə çıxdım, sağlaşdım. Ümid edirəm ki, olan xoşuna gələcək. Əlbəttə ki, mətndə də qeyd elədim, mətndə qeyd eləmişdim ki, bəs bu Azərbaycan musiqi alətidir. Ümid edirəm dəyişiklik edilmədən qəbul eləyər. Suvenir olaraq, xatirə olaraq onlar da mənə Asiya ekspedisiyasından musiqi dərsləri verirlər. Əlxan müəllim, Əlixan Səmədovdan icazə alaraq tütək səsi, çoban mahnısının musiqisini təqdim elədi ki, bəs bu tütəklə bu musiqi səslənir. Yaxşı olar, millətimiz üçün, vətənimiz üçün, millətimizin xeyri olsun. Ümid edirəm həm bunlar bəyənirlər, həm də bizə bu faydalı olar. Belə.